Real TV-də zəhmətkeşlərin verilişi başladı. Fermerin real dostuna baxırsınız. Bu layihəmiz Akiyanın dəstəyi ilə təqdim olunur. Əsas mövzuya keçməzdən əvvəl aqro xəbərləri izləyək. 28-29 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə paytaxtda kənddən şəhərə həftə sonu yarmarkası keçiriləcək. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarının əlçatanlığını artırmaqdır. Yarmarkada 20-yə yaxın regiondan iştirak edəcək 50-yə yaxın fermer 150-yə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. Burada satışa çıxarılacaq məhsulların keyfiyyətini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən səyyar qida laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər. Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərmanov rayonu Fətəli xan Xoyski küçəsi 5 ünvanında təşkil olunacaq. Qeyd edək ki, kənddən şəhərə yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazım avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Ölkədə taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində biçinin mütəşəkkil təşkilinə dair yaradılmış operativ qərargahın məlumatına görə ölkə üzrə taxıl sahələrinin 46,8%-də biçin başa çatıb. Buğda sahələrinin 24,6%-də, arpa sahələrinin isə 73%-də biçin başa çatıb. Buğda üzrə orta məhsuldarlıq 36,5, arpa üzrə orta məhsuldarlıq isə 32,1 sentner təşkil edir. Taxıl biçinində 1513 taxıl yığan kombayn iştirak edib. Qeyd edək ki, biçim prosesi növbəli prinsip əsasında aparılır. Biçim prosesinin başlamadığı rayonlarda olan kombaynlar əvvəlcədən tələbata uyğun olaraq hazırlanmış dislokasiya planı əsasında aktiv biçim bölgələrinə göndərilir. Bu mexanizm kombayn olan tələbatın ödənilməsini, məhsulun vaxtında və itkisiz yığımını təmin edir. Ümumilikdə biçim prosesinin optimal müddətdə başa çatdırılması proqnozlaşdırılır. Samux rayonunda Regional İnkişaf İctimai Birliyinin və Samux rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2-ci Ərik Festivalı və Aqrar Biznes Festivalı keçirilib. Festivalda Samux rayon İcra Hakimiyyətinin başçısı Firdov Səliyev, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, bir neçə ali təhsil müəssisələrinin rəhbərləri, türk dilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Samux şəhəri Heydər Əliyev prospektində müasir dizaynda yeni salınan Samux Parkında təşkil olunan 2-ci Ərik Festivalı və Aqrar Biznes Festivalında milli mətbəximizin təamları hazırlanıb. Fermerlərin yetişdirdikləri ərik məhsullarının meyvəsi, mürəbbəsi və şirələrinin stendlərlə təqdimatı olub. Aqrar Biznes Festivalında kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib. Aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar nümayiş olunub. Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın agroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir. Qeyd edək ki, 2-ci Ərik Festivalı və Aqrar Biznes Festivalının Samux rayonunda keçirilməsi təsadüfi deyil. Belə ki, Azərbaycanda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayonlardan biri də Samux rayonudur. Son dövrlərdə Samuxda intensiv ərik bağları salınıb. Verilişimiz davam edir, dəyərli dostlar, hörmətli tamaşaçılar, əziz zəhmətkeş fermerlər. Bugün maraqlı bir mövzuda danışacağıq. Mövzumuz daha çox pambıqla bağlıdır. Ağ qızıldan söhbət açacağıq. Pambıqçılıqda nüvə texnologiyalarının tətbiqi çox maraqlıdır. Mənim özümə də maraqlıdır. Ümumiyyətlə, bax, bu sahədə hansı yeniliklər var, dünyada hansı trendlər mövcuddur, ölkəmizdə bu istiqamətdə hansı layihələr həyata keçirilir. Bax, bu mövzunu müzakirə etmək üçün Gəncədən gələn qonağımız var. Mən böyük məmnuniyyətlə onu salamlayıb və təqdim etmək istəyirəm. Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi arasında layihələrin təmsilçisi
Nəzakət İsmailzadə, Nəzakət xanım, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmisiniz. Çox sağ olun Ruslan müəllim. Mən də fürsətdən istifadə edərək məni bu verilişə Fermerin Real Dostunun qonağı kimi dəvət etdiyiniz üçün sizə öz xüsusi təşəkkürümü bildirirəm. Efirdən özümün dəyərli həmkarlarıma, xüsusilə də fermerlərimizə salamlar söyləyirəm. Kənd Təsərrüfatı Nazirliyi AKİA Bitkiçilik və Monitorinq şöbəsinin iştirakından hansı layihələr həyata keçirilir? Hal-hazırda icra olunur və ya icra olunubdur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, yəni AEBA və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində nə kimi işlər görülür? Nəzakət xanım, istərdim ki, söhbətimizə buradan başlayaq. İlk öncə onu qeyd etmək istəyərdim ki, 2018-ci ildən bəri Azərbaycan hökumətinin dəstəyi ilə, Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik əməkdaşlıq etməyə başladı. Bu əməkdaşlığın əsas məqsədi aqrar sahədə nüvə texnologiyalarını tətbiq etməklə həm məhsuldarlığı artırmaq, həm keyfiyyəti yaxşılaşdırmaq, həmçinin də ekoloji stres amillərinə davamlı məhsuldar sortlar alınmaq idi. Və AEBA ilə Beynəlxalq Agentliklə əməkdaşlığımızın digər istiqamətləri burada iqlim əsaslı innovativ texnologiyaların aqrar sahəyə tətbiqi, müasir gübrələmə və mütərəqqi suvarma üsulları, integrir bitki mühafizə sxeminin hazırlanması, ağıllı kənd təsərrüfat təcrübələrinin rayonlarda ölkəmizdə cümlədən gücləndirilməsi yolu ilə təbii ehtiyatlardan həm səmərəli istifadə etmək, həmçinin dayanıqlı kənd təsərrüfatının inkişafına yönəlmişdir. Və bu baxımdan ölkədə aqrar sahədə bitkiçilik məhsullarının artırılmasında nüvə texnologiyalarının tətbiqi və digər seleksiya üsullarından istifadə etməklə biz həm abiotik, biotik faktorlara davamlı sortların yaradılmasında, həm insan potensialının gücləndirilməsində, həmçinin seleksiya prosesini sürətləndirməklə bitki məhsullarının kəmiyyət və keyfiyyətini yaxşılaşdırırıq. Bu baxımdan Atom Enerjisi Beynəlxalq Agentliklə Aqrar Kredit İnkişaf Agentliyinin bitkiçiliyin təşkili və monitorinq şöbəsi artıq uzun illərdir ki, biz böyük pilot layihələr həyata keçiririk. Əməkdaşlıq edirsiniz, sıx yəni. Sıx əməkdaşlıqlar eləyirik, tədqiqatlar aparırıq. Mən istəyərdim bu layihələrin adlarını ilk öncə sadalayım. Bunlardan biri xəstəliklərə, quraqlığa, şoranlığa, davamlı pambıq sortlarının yaradılması, digəri isə Azərbaycanda pambıq istehsalında torpaqdan, sudan, qida maddələrindən idarə etməklə ağıllı kənd təsərrüfat təcrübələrinin gücləndirilməsidir. Mən ilk növbədə istəyərdim birinci layihəmiz barəsində də öz fikirlərimi sizə çatdırım. Burada deməli seleksiya prosesindən öncə başlanğıc material olaraq mutant xətlər alınmışdı. M1, M2, M3, M4. Sonra bunlar yenidən institutun seleksiya proqramına daxil edilmişdi. Yeni stabil sort alınması üçün tədqiqat işləri aparılmışdı. Məqsəd nədir? Yəni, bax, bu dedikləriniz əladır, çox gözəldir. Məqsəd nədir? Bunları niyə edirsiniz? Deməli, biz nüvə texnologiyalarının adını mən bir neçə dəfə çəkdim. İstəyərdim ilk öncə nüvə texnologiyaları dedikdə mahiyyəti nədir, aqrar sahəyə nə verir? Bəli, bu barədə öz fikirlərimi sizinlə bölüşüm. Deməli, nüvə texnologiyaları bu dünyada aqrar sahədə çox geniş istifadə olunan texnologiyalardır. Ciddi şəkildə ölkələr bundan istifadə edirlər. Bəli, AEBA ekspertlərin hətta verdiyi məlumata görə dünyada 3000-dən artıq bitki sortları alınmışdır bu texnologiyaları. Nüvə texnologiyalarını tətbiq nüvə texnologiyaları tətbiq etməklə. Və burada mutasiya yolu ilə seleksiya prosesini sürətlendiririk. Burada şualanmanın aparılmasının yeganə bir məqsədi vardır. Məsələn, burada seleksiyaçı alimlərin yaratdıkları hər hansı bir tutalım pambıq sortunun toxumu şualandırılır. Yəni seleksiya materialının genetik fonunda şualanma aparılır. Şualandırıldıqdan sonra və bunun əkini həyata keçirilir. Hal-hazırda biz təxminən laboratoriyada bu prosesi görürük, düzdür? Bəli, bu laboratoriyada həmin analizlərin aparılması bu dəyişkən formalardır, əmələ gəlmiş. Burada şualanmanın aparılmasının əsas məqsədi odur ki, xarici mühit amillərinə davamlı xətlər yaratmaqdır, duzluluğa davamlığı artırmaqdır, xəstəlik və zərərvericilərə davamlığı artırmaqdır. Məhsuldarlıq, bəli, məhsuldarlığın artmasına mane olan o genetik
genetik fonda həmin amillər dondurulmalıdır. Həmçinin burada xəstəlik və zərərvericilərə davamlılıq artır. Həmçinin genetik fonda mühafizə olunur və xarici xalq təsərrüfat qiymətlərini özündə əks etdirən növlər yaranır. Seleksiya prosesini burada sürətləndiririk və bundan sonra alınmış başlanğıc seleksiyadan öncə alınmış mutant xətlər seleksiya prosesinə cəlb olunaraq və gələcəkdə təbiətdə olmayan mutasiya yolu ilə dəyişkən nadir növlər alınır. Həm bitkinin genetik müxtəlifliyi dəyişir, həm məhsuldarlıq artır, həm də quraqlığa, şoranlığa, xəstəliklərə davamlı sortlar yaranır. Sortlar yaranır ki, yəni bu da Azərbaycan belə deyil də, təsərrüfatı Azərbaycan təbiəti üçün daha vacib olan əsas məqamlardan biridir. Bəli, vacib olan texnologiyalardandır. Mən həm də layihə çərçivəsində biz Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu benefisiar qurum olaraq iştirak etmişdik. Burada həmin institutun seleksiyaçı alimlərinin yetişdirdiyi pambıq sortlarının toxumları, radiasiya problemləri institutunda kobalt 60 qurğusunun qamma izotopları ilə 3 dozada AYBA ekspertləri bizə bir metodika verdilər. Həmin metodika əsasında 150, 300, 450 qrey dozalarında qamma şüaları ilə həmin toxumlar şüalandırıldı. Şüalandıqdan sonra biz nə etdik? Biz institutun 2 təcrübə stansiyasında, biri Samuqda xəstəlik və zərərvericilərlə yoluxmuş stansiyada, təcrübə stansiyasında, biri isə Ucarda quraqlıqla, şoranlığa olan bir mühitdə onları əkdik. Əkdikdən sonra birinci ili... Yəni təcrübə olaraq əkdik. Təcrübə olaraq əkdik bunları. Biz birinci ili M1 mutant xətlər aldıq. Həmin bu seleksiyaçı alimlər tarlada müşahidələr apardılar, fenoloji müşahidələr. Fenoloji müşahidələrdə onlar nələri müşahidə etdilər? Burada qeyri-tipik formalar əmələ gəlmişdir. Yəni, məsəl üçün, burada əmələ gəlmişdi bitkinin hündürlüyü, bitki bir kolda olan monopodial və simpodial budaqların sayı, bar budağının yerləşmə yeri, bir kolda olan qozaların sayı, qozanın çəkisi, qozanın açma tempi, bitkinin rəngi, həmçinin bitkinin yarpaqlarında və gövdəsində olan tüklülüyü və digər onun inkişaf fazalarının müddəti, cücərmə faizi kimi müşahidələr aparıldı. Sonra isə seleksiyaçı alimlər orada daha müsbət keyfiyyətləri özündə əks etdirən xətləri M1 birinci ili, ikinci il yenidən onların əkinini həyata keçirdilər. Üçüncü il bu prosesi yenidən təkrar davam etdilər və sonda 4 il demək olar ki, M1, M2, M3, M4 başlanğıc seleksiya üçün M4 mutant xətləri aldı. Sonra nəticə etibarı ilə bunlar klassik seleksiyadan fərqli olaraq gördülər ki, burada bioloji səmərəlilik klassik seleksiyada alınan xətlərdən daha çox səmərəlidir və bunları seleksiya proqramına cəlb edərək indi hal-hazırda yeni bir sortun üzərində tədqiqatlar aparmağa başladılar. Nə zaman hazır olar bu? İndi yəqin ki, bu yaxın illərdə artıq demək olar ki, sort alınıbdır. Bu sortu artıq onlar təqdim ediblər sertifikat almaq üçün və bundan sonra o sort təqdim olunacaqdır. Yəni, bu yeni sortun yaranmasında bizim, yəni sizin yerli mütəxəssislərin də rolu var, düzdürmü? Bəli, deməli burada... Mən bax, buna gəlmək istəyirəm ki, yəni bizim Azərbaycanlıların, elm adamlarının kənd təsərrüfatı sayəsində, necə deyirlər, aqrar sahənin inkişafına dəstək verən, yəni elmi tərəf, elmi metodika çox vacibdir axı. Biz bunu elmi əsaslarla olmalıdır hər şey. Sizin rolunuz nədən ibarətdir? Biz deməli bu layihədə mən layihənin həm koordinatoru kimi tez-tez dəfələrlə təsərrüfatlarda monitorinqlər həyata keçirdim və bununla bağlı biz fermerlərimizlə Kənd Təsərrüfat Nazirliyinin qurumunun işçilərinin və pambıq şirkətlərinin, özəl şirkətlərin, fermerlərimizin, yerli mütəxəssislərin, xarici ekspertlərin iştirakı ilə dəfələrlə tarla seminarları həyata keçirdim. Sonra kadr hazırlığı burada önəmli idi. Bizim gənc mütəxəssislərimiz həmin bayaq efirdə göstərilən laboratoriyanın əməkdaşlarını biz Türkiyədə onları təcrübə keçmək üçün bu analizləri, mutant xətləri necə yaradırlar, quraqlığa, şoranlı sortların alınması ilə bağlı təlim kurslarında yaxından iştirak elədilər. Bəli, Türkiyədə.
və sonda onlar öz təcrübələrini digər əməkdaşları arasında bax bu gördüyünüz tarlada paylaşdılar. Bu laboratoriya Gəncə şəhərində yerləşir. Bəli, sonra isə bizim uğurlarımızdan biri də o idi ki, Gəncədə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda yeni qurulmuş laboratoriyada AEBA-nın dəstəyi ilə avadanlıqlar alındı. Bizim gənc mütəxəssislərimiz həmin laboratoriyada analizlər, tədqiqatlar apardılar və bu laboratoriya hal-hazırda da bu sortların yaradılmasında yaxından iştirak edirlər. Bütün bunların yekun olaraq, nəticəsi olaraq deyə bilərik ki, yeni yaranan nüvə texnologiyalarının tətbiqinlə, dediyimiz kimi, bunu xüsusi qeyd etmək lazımdır, qırmızı xətlə, pamukçuluğa tətbiq olunması və bunun nəticəsində yeni yaranan və yaxud da yaradılacaq yeni sortların yalnız və yalnız ölkəmizin xüsusən pambıqçılıq sahəsinə bir töhfəsi olacaq və yaxud da var artıq. Çünki bu yeni sortlar, belə deyək də, yeni bir xətt deməkdir, yeni bir məhsuldarlıq baxımından, eyni zamanda xəstəliklərə daha çox davamlılıq baxımından daha uyğun sortlardır ki, bunu siz yaradırsınız və bu istiqamətdə layihələr icra olunur. Kənd Təsərrüfatı Nazirliyi də təbii ki, AEBA ilə bərabər bu işlərin, necə deyərlər, öncül əsas işini aparan qurumdur və əsas Kənd Təsərrüfatı Nazirliyi AEBA arasında layihələrin icrası təmsilçilərindən də biri hal-hazırda gördüyünüz kimi bizim qarşımızdadır, Nəzakət xanım. Mən sizə minnətdaram. Nəzakət xanım, layihədə əldə olunan uğurlu nəticələr barəsində danışdınız. Yaxın gələcək üçün hər hansı bir planlar, icra olunacaq digər layihələr varmı ki, onlar haqqında da bizə istəyərdim məlumat verəsiniz? Mən deməli mən sadaladığım ikinci layihəmiz də Azərbaycanda pambıq istehsalında torpaq, su, qida maddələrinin idarə edilməsi ilə bağlı ağıllı kənd təsərrüfat təcrübələrinin gücləndirilməsi layihəsi idi. Bu layihədə əsas məqsəd qlobal istiləşmə şəraitində iqlim əsaslı ağıllı kənd təsərrüfat təcrübələrini genişləndirmək və fermerlər arasında yayılması idi. Bu məqsədlə biz Pakistandan 7 pambıq sortunu ölkəmizə gətirdik və onları respublikamızın müxtəlif torpaq iqlim şəraitində, yəni Sabirabadda, Beyləqanda, İmişlidə, Samuqda və digər adlarını çəkmədiyim rayonlarda əkinini həyata keçirdik. Əkin zamanı biz burada qardaş Türkiyə Respublikasının seleksiyaçı alimləri tərəfindən yaradılmış bir sortdan, yerli alimlərin aldığı bir sortla müqayisəli təhlilinə apardıq. Müqayisəli təhlilin nəticələrindən belə qənaətə gəldik ki, Pakistanın burada sortlarından biri Super Cotton adlanan bir sort daha çox bizim torpaq iqlim şəraitində məhsuldarlığı ilə, yüksək lif keyfiyyəti ilə, suya qənaət ediciliyi ilə, xəstəlik və zərərvericilərə davamlılığı ilə, quraqlığa davamlılığı ilə fərqləndi. Daha tez uyğunlaşdı. Daha çox uyğunlaşdı və özünün bu müsbət göstəricilərini biruzə verdi. Və bununla da bağlı dəfələrlə biz yenə tarla seminarları, Kənd Təsərrüfatı Nazirliyinin qurumunun əməkdaşlarının, bitkiçilik şöbəsinin və monitorinq şöbəsinin əməkdaşlarının, fermerlərin, pambıq şirkətlərinin, mütəxəssislərin, alimlərin iştirakı ilə tarla seminarları keçirdik. Beynəlxalq ekspertlər, layihənin ekspertləri ölkəmizə səfər etdilər. Bu həmin tarla seminarlarından biridir. Bəli, bu tarla seminarlarından biridir. Bəli, bizim ekspert Məhəmməd Saman Beyləqanda bu təsərrüfatdadır, pambıq təsərrüfatında. Pakistandan gəlibdir və bizim gördüyümüz əkin sahələrində oldu. Bizim təcrübələri çox yüksək səviyyədə qiymətləndirdi və bizim gedən uğurlu işlərimizlə bağlı hətta layihənin uğurlu nəticələrini AEBA-nın saytında çox geniş bir məqalə yazaraq işıqlandırdı. Bu da bizim ölkənin, həm aqrar sahənin uğurlarından biri idi. Çox gözəl. Nəzakət xanım, böyük işlər görürsünüz. Mən əvvəldə də qeyd elədim. Həqiqətən də kənd təsərrüfatı, nəinki kənd təsərrüfatı, müxtəlif istiqamətdə görülən işlərdə elmi əsaslar, elmi metodika, elmi belə deyək də güc, necə deyirlər, olmasa, o sahənin inkişafı böyük sual altındadır. Kənd təsərrüfatı isə bu baxımdan önəmli, belə deyək də, vacib məsələlərdən biridir ki, burada elm
çox vacibdir. Burada beynəlxalq ekspertlər tərəfində digər institutlarda da Azərbaycan Dövlət Aqrar Universitetinin də professor müəllim heyətinin tələbələrinin iştirakı ilə necə nüvə texnologiyaları sahələrə apardıq. Onlar da bizim o sahələrdə tanış oldular. O seminarlarda onlar da gənclərimiz də yaxından iştirak etdilər. Onlar üçün də çox maraqlı oldu. Onlar da nüvə texnologiyalarını tətbiq etməklə ağıllı kənd təsərrüfat təcrübələrindən necə istifadə olunur, bunu tarlada özləri, yəni öz gözləri ilə gördülər. Həmçinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun da mütəxəssis alimləri bu layihədə iştirak elədilər. Onlar da tarla seminarlarında bizimlə birgə çalışdılar və onlar üçün də çox maraqlı olmuşdu layihənin nəticələri. Çox gözəl. Bu layihədə çalışan bütün belə deyək də insanlara, bizə baxan, tamaşa edən, sizin necə deyirlər, silahdaşlarınıza, həmkarlarınıza, hamıya bir sözlə uğurlar arzulayırıq. Yeni layihələrin başlanğıcını gözləyirik və istəyirik ki, bu layihələrlə bağlı ən son məlumatları ilə Fermerin Real Dostunda gələsiz və danışasınız. Bizim bir çox beynəlxalq seminarlarda iştirak etmişdik gənc mütəxəssislərimiz. Yadda qalan 2023-cü ildə maraqlı seminarımız Pakistanın Faysalabad və İslamabad şəhərində keçirilən seminar idi. Hansı ki, o seminara dünyanın 22 ölkəsindən 70 nəfər iştirakçı qatılmışdır. Həmin seminarın plenar iclasında AİBA-nın vəzifəli şəxslərindən biri bizim ölkəmizdə pambığın uğurlu nəticələri barəsində təqdimat elədi. Bu da iştirakçılar tərəfindən çox gözəl qarşılandı. Bu bizim uğurumuzdur. Bu da bizim aqrar sahənin uğuru idi, açığı desəm. Biz orada müxtəlif təqdimatlarla tanış olduq. Sudan səmərəli istifadə etməklə bağlı təqdimatlarla tanış olduq. Torpaqdan səmərəli istifadə olunması ilə bağlı. Onu da qeyd edim, nəzərinizə çatdırım ki, bizim torpaqlarımız Pakistanın torpaqlarından münbütlüyü 1,5-2 dəfə artıqdır. Humusla zəngindir torpaqlarımız. Lakin buna baxmayaraq Pakistanda taxılçılıqda, çəltikçilikdə nüvə texnologiyalarından istifadə etməklə daha məhsuldar sortlar alırlar. Məsələn, biz tarlada bir əkinçilik mədəniyyəti gördük. Gördük ki, buğdadan hektara 130-140 kiloqram səpini aparılmaqla, 6 dəfə suvarılmaqla, çeşitli gübrələrdən tətbiq etməklə 8 ton məhsul alırlar. Çəltikçilikdə biotexnoloji metodlarla istifadə etməklə özlərinin məhsuldar sortlarını bizə nümayiş etdirdilər. Və bu da bizim üçün çox maraqlı təqdimatlar idi. Həmin o səfərimiz, biz də Azərbaycandan 5 nəfər nümayəndə ölkəni təmsil edirdik. İnşallah gələcəkdə də biz düşünürük ki, növbəti layihələrimiz buğda, arpa, çəltiyin istehsalında da ağıllı kənd təsərrüfat təcrübələrini ölkəmizdə genişləndirək. Mütləq. Biz ancaq və ancaq bu uğurlara sevinirik və əminik ki, yeni layihələrdə, yeni təcrübələrlə bağlı siz yenə də gələcəksiniz və Fermerin Real Dostunda bizim tamaşaçılarımıza məlumat verəcəksiniz, Nəzakət xanım. Çox sağ olun ki, gəldiniz. Minnətdaram sizə. Layihənin uğurlu nəticələri, bütün bunlar hamısı fermerin sosial rifah halının yaxşılaşdırılması üçündür. Həm pambıqçılıqda aldığımız mutat pambıq sortlarının tətbiqi, həm də innovativ texnologiyalardan istifadə etməklə torpaq, qida maddələri və suyun idarə edilməsi ilə bağlı pambıqdan yüksək məhsuldarlıq əldə etdik. Bildiyiniz kimi fermer torpağın dostu, əkinin sahibi xalqın ruzisidir. Nə gözəl sözlərdir. Çox sağ olun Ruslan müəllim, məni bu verilişə qonaq dəvət etdiyiniz üçün. Siz sağ olun ki, gəldiniz, böyük bir yol qət etdiniz Gəncədən və sizə, bütün komandanıza, orada çalışan həmkarlara mən uğurlar arzulayıram. Dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün isə şəxsən sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm Ruslan müəllim. Dəyərli dostlar, hörmətli tamaşaçılar və əziz fermerlər, mən isə sonda yekunumu hər zaman və tez-tez istifadə edədiyim bir ifadə ilə yekunlaşdırmaq istəyirəm. Fermerin rifahı aqrar sahənin inkişafıdır. Gələn həftə eyni saatda, eyni televiziya kanalında, Real TV-də, Fermerin Real Dostunda görüşmək ümidi ilə. Hələlik.